InfoPlus TV Azərbaycan Reallığı saytına istinadən xəbər verir ki, Şəki rayonunun baş köyünün kənd sakinləri Xəlilov Məhəmməd Əkrəmoğlu və Əliyev Bəxtiyar Ülfətoğlu Qarabağ Oylu zavodundan əmək haqlarını ala bilmədiklərini bildiriblər. Onların sözlərinə görə, məsələ ilə bağlı artıq 3 aydır ki, müxtəlif dövlət qurumlarına 5 dəfə müraciət edilsə də, hələ də cavab verilməyib. Şikayətçilərin iddiasına əsasən, zavodun direktoru Gülpəri Bayramova onları işlədərək sonradan əmək haqlarını verməkdən imtina edib. Onlar may ayının 10-dan etibarən müəssisədə sıradan çıxmış avadanlıqların, buxar qazanlarının və boru sistemlərinin bərpası ilə məşğul olublar. Lakin iyulun 29-da xəbərsiz şəkildə işdən azad ediliblər. Məlumatda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsi vasitəsilə işə qəbul edilən 40-a yaxın fəhlə də 600 manatlıq maaşlarını ala bilməyib. Direktor əvvəlcə ödənişin avqustun 5-də veriləcəyini desə də, sonradan əlaqəni kəsib. Sakinlər bildirirlər ki, zavodda sanitar şərait bərbad, avadanlıqlar köhnə və qida istehsalı üçün yararsız vəziyyətdədir. Onlar aidiyyəti qurumlardan, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Fövqəladə Hallar Nazirliyi orqanlarından müəssisənin fəaliyyətini araşdırmağı və əmək haqlarının ödənilməsi üçün tədbir görülməsini xahiş edirlər. Sonda onu da qeyd edək ki, InfoPlus TV olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.